Herkese salam dostlar, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle bir yerde çamadan hazırlama, yığma vlog çəkəcəm. İlk önce telefonu bura sabitleyip məlumat verim. Deməli, biz 2 gecə 3 gün Qax, Şəki, Qəbələ, İsmayıllı, yəni bildiyiniz rayonları turlamağa gedəcəyik. Bir gün Şəkidə qalacağıq, bir gün də Qaxda qalacağıq, səhv eləmirəmsə. Çünki anidən oldu planlamaq falan, hər nəysə. İndi mən də istədim sizlə bir yerdə hazırlaşım. Bu videodan sonra yolculuq vlog, ondan sonra da tətil vlog 1, 2 və 3 gələcək inşallah. İndi mən bura hər şeyi yığdım. Bir-bir sizə göstərəcəm, aparacağım əşyaları. Çamadanımız da buradadır. İndi sizə çamadanı göstərəcəm. Belə narıncı bir çamadanımız var. Yəni tam mənlik. Bunun içinə bütün əşyalarımı yığacağım. Yəni çox da bir əşyam yoxdur əslində. Çox deyəndə 2 gün, 3 gün üçün çoxdur. Amma ki o qədər də çox deyil. Yəni çamadana polnu yer qalacaq. Bəzi evdə tikinti gedir aşağıda. Ona görə bəzi ayaqqabılarım, ondan sonra yəni burada əksik olan nə varsa sizə də deyəcəm. Onlar yəni aşağıdadır, aşağı 1-ci mərtəbədədir. Onları falan sonradan əlavə edəcəm. Yəni sizə göstərəcəklərim sadəcə burada olanlardır. Başlayaq. Birinci çamadanımızı açaq. İlk öncə burada spoiler verdim. Açaq bura çamadanımızı qoyaq. Axırda bu arada çamadanın hazır halında sizə paylaşacağım. Yəni göstərəcəm. Çamadanımızı açırıq. Açıb uzadırıq belə. Başlayaq. İndi başlayaq nədən? İlk öncə sizə gedəcəyim gün geyinəcəyim şeyi göstərmək istəyirəm. Yəni yolculuq vlogda. Yəni inşallah dəyişdirməsəm fikrimi. Bir dənə belə donum var. Yəni yolda bilirsiniz, bilməyənlər üçün deyim. Birinci İsmayıllıdır, sonra Qəbələdir, sonra Şəkidir, sonra da Qaxdır. Səhv eləmirəmsə. Biz birinci Qəbələdə falan gedəcəyik, səhər yeməyi yeyəcəyik. Evdən tez çıxırıq da, 6-da 7-də falan səhər çıxırıq. Gedirik birinci Qəbələdə səhər yeməyi falan yeyirik. Ondan sonra oradan gedirik Şəkidəki otelə. Sonra oradan Şəkili falan gəzirik. Sabah üçün gedirik Qaxdakı otelə, sonra Qaxı gəzirik. Ondan sonra da qayıdırıq yenə. Anladığınız üzərə buradan da Şəkiyə yol 5 saat falan olmalıdır. 4 saat yarım. Ona görə də rahat bir şey olmalıdır. Həm yolda rahat eləməliyəm, həm yəni belə orada getdiyim yerdə rayon olduğu üçün, rayonda ya otluq, yaşıllıq, dağ, rahat paltarlar götürmək lazımdır və ayağıma da rahat bir şeylər geyinməliyəm. Ona görə belə bir donum var, uzun. Bu şəkildə bir don götürəcəm özümə. Götürməyəcəm, geyinəcəm əynimə. İlk gün bunu geyinirəm. Yəni sabah bunu görəcəksiniz əynimdə yol vlogunda, yolculuq vlogunda. Bu şəkildə belə bir uzun bir şəkildə bir donumuz var. Bunu indi qoyuruq çamadanımıza. Bunun altına da geyinməyə, hətta tək bunun yox, demək olar ki, çox kombinimin altına bu tərliklərimi götürdüm. Yəni məncə çox basic, çox rahat eləyə biləcəyimiz bir kombindir. Bunun altından, yəni bunu geyinirsən, 2-3 dənə aksesuar taxırsan, sep taxırsan, qolbaq taxırsan, bir dənə çanta götürürsən, yəni oldu kombin. Rahat və şık bir şəkildə sadə bir kombin. İndi bunu bura qoyacağım. Hətta bu tərlikləri çox kombinin altına geyinəcəm. Bir dənə hündür daban bir ayaqqabı götürüb, ayaqqabı dediyim, yəni diş tabanı götürəcəm. Ondan əlavə bir dənə də tərliyi götürəcəm, bir dənə də spor ayaqqabısı götürəcəm. Onların da hamısı aşağıdadır. Yəni onsuz da tətil vloglarında görəcəksiniz əynimə geyindikcə. Burada göstərə bilməsəm də tərliklərimin biri Hermesdir. Hermesə oxşardı. Biri böyük ehtimal ya samba mı götürəcəm, ya da adi spor ayaqqabım var, ağ.
Onu götürəcəm. Bir də diş taban götürəcəm. Onu da bundan əvvəlki vloqlar əgər izləməmişsə, gedin onları da izləyin. O vloqlarda göstərdiyim diş tabanım var, onu götürəcəm. Onu geyinməyə bir kombin eləmişəmmi? Eləmişəm. Yəni eləmişəm. Aha, keçək neyin? İndi necə? Deməli, getdik bu gün, qaldıq yolculuq vlog. Bunu geyindim, getdim. Orada bir gün bundan gəzdim. Hovuza girdim, çıxdım. Gecə, axşam yeməyinə gedəndə əynimə nə geyinəcəm? İndi bu sıralamanı biraz səhv ola bilər. İndi oraya gedərəm fikrim dəyişir. Amma ki, böyük ehtimal böyük olacaq. İkinci gün, yəni birinci gün axşamına daha doğrusu geyinəcəyim kombini göstərəcəm. Belə bir... bunun adı tam olaraq necədir? Məncə hasır kropçedir. Buralara ilişməyibsə inşallah. Hasır krop neydi? Hasır belə bir üstümüz var. Bunun altı iç göstərəndir. Bunun içi də var. Bu şəkildə bir. İçinə də crop top geyinirik. Üstünə bunu geyinirəm. Altına da bu kombinə yaraşan bir short ətək. İçi shortdur. Bu şəkildə. Yəni bunun altına məncə ən çox yaraşan alt olaraq bunu seçmişəm. Yəni məncə çox qəşəng bir kombin olacaq. Çanta altına bu arada mənim tərli Hermes dediyim aşıqda olan onu geyinəcəm ayaqqabı olaraq. Və çanta olaraq da bir dənə hasır çantam var. Ya onu taxaram ya da heç bir şey taxmaram. İndi onu da göstərəcəm. Bu şəkildə bir çantamız var. Saçım qəribə görsənir kamerada. Saçım bu arada belə dalğalı eləmişəm. Saçıma ütü vurmamaq qərarı almışam. Hər nəsə belə bir çantamız var. Bu çantanı bunun altına mən altına nə idi? Bu çantanı da bu kombinə yaraşdırdım. Yəni məncə ola bilər. Yəni geyinərəm. Sonra deməli bunları geyindim. Gecə bunlardan gəzdim. Bunlara aksesuarlarda seçmişəm, yəni taklarda seçmişəm. Çoğunluqla qızıl bujteriyalardır. Amma ki, yəni gümüş də götürəcəm. Çünki bir dənə kombinimə də gümüş taxmaq lazımdır da. Əslində indi qızıl gümüş fərqi yoxdur. Taxırlar. Taxırlar deyəndə taxılır. Amma ki, yəni məncə mən daha çox elə kombin var ki, qızıl, elə kombin var ki, gümüş. Məsələn, bej rəngə qızıl. Bu kombinə qızıl. Hər nəysə. İndi keçək nəyə? Keçək səhərsi gün Şəkidən çıxıb qaxa getdiyimiz gün geyinəcəyim kombin. Şəkidə gəzəcəyik. Şəkidə inşallah ki, Şəkixan sarayına falan gedəcəyik. Orada da əynimə nə geyinəcəm? Ora biraz belə elə bir mən getmişəm. Prosta 2 il ya da 1 il əvvəl getmişəm. Tam yadımda deyil. Yəni keçən il getməmişəm, amma onu bilirəm. Ora belə yoxuşlu, enişli mi deyirlər? Tam bilmirəm ingiliscəsini. Nəysə də, yəni elə yol qalxmaq lazımdır. Padyom rusca. Onu qalxmaq üçün də rahat bir ayaqqabı seçməliyəm deyə tərliklərimdən birini geyinəcəm. Yəni rahatdır deyə düşünürəm. Amma bu kombinin altına hansını geyinərəm? Yəqin bu bayaq göstərdiklərimi geyinərəm. İndi kombini göstərərəm. Belə çox bəyəndiyim bir şal var. Çox qəşəngdir məncə. Bu şəkildə belə rəng uyumuna bir baxın da. Yəni çox qəşəng rəngi var. Mən mavi rəng ən sevdiyim rəngdir. Mənim haqqımda bir bilgi daha. Ən sevdiyim rəng mavidir. Belə bir çox qəşəng bir şalvarmı deyək? Şalvarım var. Bunun üstünə geyinə biləcək ən yaxşı üstüm. Bu aldıqlarımdan deyil. Bunların hamısını böyle təzə almışam. Amma aldıqlarımın almadığım mənim əvvəllərdə qardırobumda olan bir üstüm var. Bu üstü geyinəcəm. Yəni başqa bir üst. Yəni məncə ən ideal seçim budur. Bu da necə bir şeydir? Belə başa keçirib bu şəkildə belə açıq bir üstümüz var. Qıraqları belə bu şəkildədir. Belə bir üstümüz var. Tam olaraq necə bir şeyə
necə görsəndiyini bilmirəm. Kamerada tam yaxşı düşməyə bilər, amma ki vloglarda görəcəksiniz əynimdə necə qaldığını. Mən bu arada çox bəyəndim. Çox yəni qəşəng bir kombin oldu. Bu kombinə də altını necə inəcəyimi dedim. İndi gedib bujiteralar gətirəcəm. Onları da qabaqsam göstərim, sonra biz kombinlərə keçəcəm. Bu arada yenə deyirəm, evdə tikinti olduğu üçün bu otaqdayım. İşıq da zəif ola bilər. Yəni üzürlü sayın. Deməli belə bir kiçik bir aksesuar qabı götürdüm, takı qabı. Nəyə görə? Çünki çox da bir takıya, yəni müştəriyə ehtiyacım olmayacaqdı deyə və kiçik bir deməli ilk öncə belə bir sepim var. Tam olaraq nə qədər görsənir heç bir fikrim yoxdur. Belə bir sepim var. Bu sepi götürəcəm. Bunu hansına taxacam? Hansı kombinə? Neyse, onlara yəni fikirləşərik. Belə bir sadə bir qızılla bujiteriyanımız var. Sonra təzə sırğa aldım. Günəşli bir sırğa. Amma sepim ona dolaşıb. Hal-hazırda onu açmaya çalışıram. Açıb gələcəm. Deməli, ilk öncə onu deyim ki, belə bir sep almışam, günəş. Amma çox dolaşır, bunu aça bilmirəm. Yəni, çox səbirsiz bir insan olduğum üçün, yəni mənim haqqımda bir bilgi, səbirsiz bir insan olduğum üçün belə şeyləri aça bilmirəm. Bunu sonra açacağım inşallah. Belə bir günəş sepim var. Yəni, nə qədər göstərə bildim, bilmirəm. Bu sepin sırğası da var. O net taxacam çünki çox qəşəng sırğadır da. Yəni baxın sırğanın qəşəngliyinə. Bu sırğanı taxacam. Məncə çox qəşəngdir. Sonra qulağıma başqa belə piercinglərim var. Bir dəqiqə bunları da göstərim. Bu belə getsə çox uzun bir video olacaq və bu. Bu piercinglərimi taxacam. Bir dənə də belə ayaq üçün. Bu nə deyirlər? Ayaq bağı deyirlər. Ayaq taks, ayaq. Neyse, adını bilmirəm. Bunu ayağıma taxacam. Çox qəşəngdir bu arada. Tam belə yazlıq, dənizlik. Hər nəysə. Keçsək, burada gümüşlər var. Burada 3 ədəd qolbağımız var. Bu Nino. Hər kəsdə olan. Yəni, hamı bilir. Bu belə parlayan bir... Bununla eləyəcəyim kombinin qolbağında kombin göstərdim. Çox qəşəng bir üstü, çox bəyəndim. Bir də belə adi, sadə bir qolbaq. Sonra 2 dənə üzük. Biri bu bir ara çox modda olan Cartier. Biri də belə gümüş bir üzük. Sonra 2 dənə yox, bir dənə burada sırğa var. Yenə gümüş. Məncə çox qəşəngdilər, yəni çox xoşum gəlir elə sırğalardan. Sonra burada bir dənə sepim var. Bu seplər də bayağı hal-hazırda modadır. Sonra yenə o kombinimə taxacağım gümüşü parlaq. Telefonumda hələ kanala atmadığım, qalerimdə olan vloglar var ki, hələ onları heç kanala atmamışam. Hətta bəzilərini atıram, ihlal deyir deyə silirəm. Yəni, mahnılarını falan dəyişdirib eləyirəm. Ona görə qalerim dolub. Və məndə lazımsız çox şəkillər var. Yəni, heç vaxt ona həvəsim olmur. Hər dəfədə o şəkillər orada qalır. Siləcəm, silmirəm. Telefonumun da yaddaş yeri dolub. Yəni, ona görə də mənə uyarı gəlir ki, yaddaşınızı təmizləyin, video çəkə bilməyəcəksiniz. Ona görə də hal-hazırda videom bir anda dayandı. Yəni, səbəbi oydu. İndi ardını çəkək. Sonra belə 2 dənə, 3 dənə bu şəkildə parlaq qolbaqlarım var. Nə dərəcədə yenə göründü bilmirəm. Video çox uzun olur. Yəni inşallah editləyib qutara bilərəm bu gün. Çünki sabah yola çıxırıq və sabahın vlogunu editləmək, hər gün video editləmək var. Hələ dediyim kimi kanala atmadığım videolar var, onları editləmək var. Yəni çox işim var.
Sonra belə bir çox şirin bir qolbağımız var. Yenə nə qədər göstərdim bilmirəm. Sonra 2 dənə qolbağım qaldı. Biri bu şəkildə qızıllı bir qolbaqdır. Biri də bu şəkildə bir qolbaq. Bunları indi yığacam. Keçək baxım, saç baxımı və bədən spreyləri, bir də zaqar yağı falan, yəni götürdüyüm əlavə şeyləri göstərməyə. İlk öncə ikisi buradadır. Qalanları o tərəfdə oradan gətirəcəm. Biri bu hal-hazırda çox trenddə olan bu bədən spreyi. Bu arada zərli olandı, parıltılı olandı. Çox qəşəng, yəni qoxusu var. Yəni çox bəyəndim. Bir də bu saç quru saçlar üçündür. Mənim saçım yağlıdır əslində. Mən bunu aldım. Elə bildim ki, yağlı saçlar üçündə üstünə oxumadan almışam. İşte sadəcə üstündə oxudum ki, çift fazlı fön suyu, yəni saçımızı fəndən qoruyur. Yəni istidən qoruyur, ısıdan. Mən ona görə aldım. Tam oxumamışam. Quru saçlar üstündə. Mənim saçım əslində nə qurudur, nə yağlıdır, amma ki tam quru da deyil. Ona görə əslində saçıma tam yəni uyumur, amma ki çox qəşəngdir. Tövsiyə eləyirəm. Sonra telefonumu da elə yerə qoymuşam ki, yəni hər an düşəcəymiş kimi hiss edirəm. Hər neysə. Ondan sonra bu dediyim telefonuma yenə uyarı gəldi. Yenə videonu dayandırmalı oldum. Hər neysə, harda qalmışdıq? Zaqar yağından danışırdım. Yoruldum. Çox qəşəngdir. Tövsiyə edirəm. Yəni zaqar almaq üçün bir nömrə. Sonra 2 dənə yenə spreyimiz var. Videonu qısaltmaq məcburiyyətindəyim. Çünki görürəm ki, video uzandıqca video çəkə bilmirəm. Yenə burada 2 dənə bədən spreyimiz var. Ibiza çox qəşəng. Ən bəyəndiyim budur ikisərində. Yəni body mistlər çox qəşəngdir. Body mist. Sonra vanillalı olan bu da çox qəşəngdir. Yəni əla. Hər neysə, ondan sonra bir dənə saç lakı götürürəm, bir dənə də muz götürürəm. Çünki saçımı təbii dağılır eləyəndə muz, yəni köpük çox lazım olur saçımızın. Okey, keçdik yenə təzədən kombinlərimizə. İndi bu arada elə makyaj çantası var. Onları bir-bir göstərməyəcəm. Yəni sadəcə makyaj çantamı göstərəcəm ki, bunu götürürəm. Çünki bir-bir göstərsəm video çox uzun olur. Keçdik o biri kombinlərimizə. İndi bir dənə ətəyim var. Nə ilə geyinim, necə kombinləyim, heç bir fikrim yoxdur, amma götürmüşəm. Bu şəkildə bir ətəkdir. Bunu keçən almışdım, yəni təzə almamışam. Amma alınandan bəri etiketi hələ üstündədir, təzə çıxartmışam. Heç geyinməmişəm, yəni bir dəfə belə geyinməmişəm. Yəni o an niyə aldım? Heç əslində tərzim deyil belə ətəklər. Çox xoşduram ətək, amma belə yox da. İndi qalıb belə, heç geyinməmişəm deyə heyfim gəlir. Nə ilə kombinliyim bilmirəm. Ona görə də atıram çamadanına. Orada yəni hovuza gedəndə belə nə olursa olsun bir şeyin üstündən geyinib gedəcəm. Çünki qalıb da onunla bir video şəkli çəkməliyəm. Bir şey çəkməli deyiləm. Ən azından geyinməliyəm. Düz deyil. Məncə siz də məndən eyni fikirdəsiniz. Ondan sonra bir dənə mən bezdim. Telefonum uyarı verməkdən bezmədi. Harda qalmışdıq? Bir dənə belə hələ bunu çıxartmamışam da, yəni o dərəcədə yeni bir şortum var, cins. Yəni bunu bəyənirəm. Bunun üstünə geyinməli heç nə seçməmişəm, amma ki bir dənə dantelli kropum var. Bunu mu geyinim, geyinməyim, çox qərarsız ha. Yəni onun üstünə olar, olmaz bilmirəm. Əslində bundan ağ şortum var, onu geyinəcəkdim. Amma bu cinsimi heç tapa bilmədiyim üçün məcbur olub bunu ondan geyinəm. Məcbur olmayım, yəni bunu ondan geyinmək istədim. Ona görə də belə bir crop top gedir bu. Crop da deyil tam. Hər nəsə də bunu götürdüm o cins şortumun üstünə. Ondan sonra keçək
Bir dəqiqə mən sıralamanı unutdum. Necə oldu? Deməli, getdim bu mavi şalvarımdan ağ köynəyimi geyindim. Səhər üçün Şəkidə ondan gəzdim. Gəldim. Böyük ehtimal gedəcəyimiz gün, yəni 3-cü günün səhəri, hələ gəldim Şəkidən, axşam yeməyinə getmək üçün bir dənə də kombinim var. Deməli, belə bir ağ şalvarım var. Bu şalvarım belə polo. Çox qəşəngdir. Hətta ayaq detalı da çox qəşəngdir. Belə bir ayağı da var. Bu ağ şalvarımı çox bəyənirəm. Bunun üstünə, bu arada bunun altına dik tabanlarımı geyinəcəm. Çünki şalvar uzundur. Belə boyum falan uzun olsun. Yaddaşım o qədər dolub ki, video dayanır, aralarda gedirəm, lazımsız şeylər silirəm, gəlirəm. Yəni yer açıram, gəlirəm və 3 dəqiqədən bir dayanır video. Mən eləmirəm. Editləyəndə mən onları kəsməmişəm. Harada qalmışdıq? Çox yoruldum bu arada. Harada qalmışdıq? Ağ şalvarımı göstərdim. Onun üstündən götürdüyüm boz bir üstüm var. Bunu indi göstərəcəm. Bu arada o gümüş bujteriyaları yəni bu üst üçün götürmüşəm. Ne göstərsəm göstərəcəm. Belə bir üstümüz var. İndi çox moda olan bir üstlərdəndir bu da. Bu şəkildə. Bunu götürdüm. Son olaraq, yəni axırıncı kombinimiz buydu əslində. Elə bununla da bitir. Sonra evə gələndə də rahat bir kombin. Hətta bir dənə də bu yubqaya üst tapım. Evə qaydanda da bu yubqa ilə, bu ətəklə o üstü geyinərəm, gələrəm. Yəni Polnu bütün günlərimin kombini hazırdır. Bir də əlavə nə götürəcəm? Soyuq olur da, bildiyiniz üzərə rayon yerləri axşamlar soyuq olur. Ona görə belə raket götürmək lazımdır gedəndə. Ona görə də raket götürmüşəm bir dənə. Bunu da çamadanımıza qoyaq. Valiz deyirəm, mən 2 saat. Çamadanımıza qoyaq. Prosta bura artıq onu başa düşdüm ki, təzə telefon alanda yaddaşını daha çox alacağım. Yəni mənə 256 bəs eləmir. Keçək axırıncı çamadanı bitirmə aşamalarına. Makyaj çantamı hazırlamamışam. Yəni onu dedim sizə ki, ancaq çantanı elə belə göstərəcəm. Onu hələ hazırlamamışam. Sadəcə gedib makyaj şkafımı sizə göstərirəm ki, bunlar var. İndi bunu yəni hazırlayacağıq. Amma sizlə bir yerdə hazırlamayacağım. Çünki video çox uzun olur. Həm də ki, özüm hazırlayıb sonra onları yerinə qoyaram. Onsuz da tətil vloglarında görəcəksiniz hər şeyi. Sadəcə bir başlanğıc kimi düşünün bu vlogu. Okey, son olaraq pijama götürəcəm. Yəni çamadanımda əlavə olaraq onlar olacaq ki, lazımlıdır. Sonra indi mən bir çantalarıma baxım gəlirəm. Deməli, unutduğum bəzi şeylər var ki, indi onları gətirdim, onları göstərəcəm. Bir də aşağıda olan, yəni gedib götürə bilmədiyim, sonradan götürəcəyim saç ütü feni, maşa, bir də hava feni. Hava feni niyə? Çünki otodirlər heç yaxşı olmur. Ona görə də öz hava fenimizi götürürük. Sonra body mister götürürəm, amma ki parfümə ihtiyacımız var. Çünki qalıcı deyil onların heç biri. Əslində qalıcıdır bu arada, amma yəni çox da qalıcı deyirlər. Ona görə də 2 dənə də belə parfüm götürəcəm. Bunların da hər ikisi yarısına kimi istifadə olunub, çox qorxdum. Hər nəysə. Ondan sonra gəldik kupanik olaraq nə götürəcəyimizə. Deməli, burada bir dənə havuza getməmişdən qabaq üstə geyinə biləcək bir kupanikin üstündən geyinirsən, gedirsən havuza. Klasik, basic bir üst
Bunu qoyuram çamadana. Sonra 2 dənə kupanik götürəcəm. Birincisi belədir, üstü. Belə. Bunu necə göstərim? Bundan qabaqki tətil vlogumu izləməmişsinizsə, gedin izləyin. Orada göstərdim. Yəni əynimdə var. Əynimə geyinmişəm. Ona gedin baxın. Üstümdə var. Yəni bu. Çox qəşəngdir bu arada. Mən bəyəndim. Yəni rəngi falan çox okeydir. Sonra bir dənə də kupanikim var. Bunu da bilmirsinizsə, gedin o birisi vloguma baxın. Orada da geyinmişdim bunları. Çünki təzə almadım. Yəni lazım deyil məncə. Zaten ancaq yayda geyinəcəyimiz bir şeydir. Qışda da okey, isti hovuza falan gedirik. Amma ki, yenə də. Hər nəsə, bu da belə bir... Bu arada çox qəşəng naxışlar var. Bu şəkildə, ay, qara rəngdə bir kupanik. Və bu arada bayağı o çəhrayının altına da bir dənə şort var. Bu şortu altına geyinirəm. Belə materialda, yəni tam dənizliydi. Bu üstünə solu. Sonra böyük ehtimal görmədiyiniz bir kupanik almışdım. Bu o birisi vloglarımda falan yoxdur. Belə bunun da desenləri çox qəşəngdir. Belə yaşıl. Bir də bu var. Bunu da atdıq bura. Sonra üstdən bağlamalı da belə bir... Bunun adı necədir? Yazılı falan. Çox qəşəngdir. Rənginə baxın, tam yazlıq. Mən də çox qara geyinmişəm. Kamerada çox qəribə düşürəm. Bir də qaralmışam. Hər nəsə, bu da çox cıvıl-cıvıldır. Bunu da atdıq bura. Ferah geyinəcəyimiz bir valiz, bir çamadan hazırlaması oldu. Hər şeyim çox əladır. Mən çox tüklər demişkən içimə sindi bunlar. Yəni çox bəyəndim. Ona görə hamısını inşallah ki o biri vloglarda əynimdə falan görəcəksiniz. Şəkiyə, qaxa, qəbə